Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda 6-cı sinif yeni Azərbaycan dili dərsliyinin izahlarına davam edirik. 7-ci bölmənin izahlarına başlayırıq. Nəqliyyatda ixtiralar bölməsidir. Səhifə 52-dən etibarən bu bölmənin tapşırıqlarının hər birinin izahlarını sizlər üçün paylaşacağım. Siz də kanala abunə olaraq paylaşılan bu videolardan, bu dərslərdən faydalana bilərsiniz. Bizim dərslərimiz haqqında maraqlananlar isə 055 418 82 02 nömrəsi ilə əlaqə saxlayıb ödənişli dərslər üçün müraciət edə bilər. Gəlin indi vaxt itirmədən keçək sualların izahına. 1A tapşırığı. Hansı nəqliyyat növlərini tanıyırsınız? 1A-nı bu formada cavablandıra bilərik. Məsələn, maşın, avtobus, təyyarə, gəmi və s. nəqliyyat növlərini tanıyıram. Bura velosiped, motosikl, bunları da əlavə eləmək olar. Yəni, siz hansını tanıyırsınızsa onları qeyd edə bilərsiniz. B bəndi tapşırığı. Aşağı siniflərdə təkərin ixtirası ilə bağlı öyrəndiklərinizi xatırlayın. Niyə təkər ən mühüm ixtiralardan biri hesab olunur? B bəndini bu formada cavablandırırıq. Müxtəlif əşyaların mexanizmində təkərdən istifadə edilir. Təkər ayrı-ayrı nəqliyyat növləri üçün də əsas vasitələrdən biri sayılır. Ona görə də biz onu mühüm ixtira hesab edirik. B bəndini də bu formada cavablandırırıq. Avtomobil necə yarandı? Mətnimizi oxuyuruq. Burada buxar mühərriki başlığında, daha sonra daxili yanma mühərriki başlığında, Karl Benz-in avtomobili başlığında olan hissələri bir-bir oxuyuruq və ondan sonra müasir tipli avtomobil başlığı da var. Və gəlirik söz ehtiyatı rubrikası C tapşırığında. Deyir ki, marka və model sözlərinin mətninə uyğun mənasını müəyyən edin. Mətnə uyğun. Biz mətni oxuduqdan sonra biz bu suala cavab verə bilərik. Sözləri hər bir izaha uyğun cümlədə işlədin. Marka. Poçtla məktub göndərərkən zərfə yapışdırılan, üzərində müəyyən şəkil olan və qiyməti göstərilən kiçik kağız parçası. Bu mətnə müvafiq deyil. Hər hansı şirkətə məxsus məhsulun növü, adı, ticarət nişanı, bəli, məhsul markası B bəndi uyğundur. Əvvəllər Avropanın bir sıra ölkələrində istifadə olunan pul vahidi, bu da uyğun deyil. Burada cavab B-dir. Model, kütləvi istehsal üçün nəzərdə tutulmuş məhsulun maketi, bu uyğun deyil. Moda göstərən şəxs maniken uyğun deyil. Müəyyən markaya aid olan məhsul növlərindən biri, bəli, C uyğundur. Deməli, burada markaya uyğundur B bəndi, modelə uyğundur C bəndi. Davam edirik növbəti tapşırıqdan. C tapşırığı. Avtomobil sözünün mətndə verilmiş etimoloji mənasından çıxış edərək avtoportret və avtopilot sözlərinin mənalarını təxmin edin. Biz həmin sözlərin mənalarını bu formada yaza bilərik. Avtoportret, rəssamın özü tərəfindən çəkilmiş şəkli. Avtopilot, uçuş aparatını və son dövrdə avtomobili avtomatik idarə edən qurğu. Bu formada suallara cavab yaza bilərik. Nə anladın rubrikası D bəndi tapşırığı. Mətnə əsasən sualları cavablandırın. 1. Buxar mühərriki daxili yanma mühərrikindən nə ilə fərqlənir? 2. Buxar mühərrikindən daha çox hansı nəqliyyat növlərində istifadə olunurdu? 3. Lenoir'ın və Benz'in ixtira etdiyi daxili yanma mühərrikləri nə ilə fərqlənirdi? 4. Nə üçün 19-cu əsrin sonlarında avtomobillərə ehtiyac az idi? Gəlin ilk sualdan başlayaq. İlk sualda nə deyirdi bizdən? Buxar mühərriki daxili yanma mühərrikindən nə ilə fərqlənir? İlk suala biz yazırıq. Buxar mühərriki buxarın yaratdığı təzyiq hesabına, daxili yanma mühərriki isə benzin və ya dizel yanacağı ilə işləyir. İkinci suala deyir ki, buxar mühərrikindən daha çox hansı nəqliyyat növlərində istifadə olunur? Buxar mühərrikindən gəmilərdə və qatarlarda geniş istifadə olunurdu. Üçüncü sual. Lenoir'ın və Benz'in ixtira etdiyi daxili yanma mühərrikləri nə ilə fərqlənirdi? Lenoir'ın mühərriki qazla, Benz'in ixtira etdiyi mühərrik benzinlə işləyirdi. Nə üçün 19-cu əsrin sonlarında avtomobillərə ehtiyac az idi? Avtomobilin istehsalı baha başa gəlirdi. Araba yollarında tez-tez xarab olurdu, sürəti az idi. Demək ki, 4-cü sualı da bu formada cavablandırırıq. D bəndinin ümumi cavabları bu şəkildə olacaq. Keçirin növbəti rubrikaya. Düşün və cavab ver rubrikasında 2A. Şəkillər əsasən Gottlieb Daimlerin ilk avtomobili ilə, yəni 1886-cı ildə
müasir tipli Mercedes avtomobilini, yəni 1901-ci ildə istehsal olunan müqayisə edin. 15 il ərzində avtomobil konstruksiyasında hansı dəyişikliklər baş verdi? 2A tapşırığını bu formada cavablandırırıq. Mercedes avtomobili daimlərin avtomobilinə nisbətən daha müasir görünür. Onun faraları, sükanı var. Daimlərin avtomobili daha çox üstü açıq faytona bənzəyir, təkərləri hündürdür, sükan yoxdur. Bu formada cavablandırırıq. B bəndi. Mətndən avtomobillərin inkişafı ilə bağlı ən vacib məqamları qeyd edin. Gəlin B bəndini bu formada cavablandıraq. 1. Buxar mühərrikinin yaranması. 2. Daxil yanma mühərrikinin yaranması. 3. Qaz mühərriki ilə işləyən avtomobilin yaradılması. 4. Benzinlə işləyən daxil yanma mühərrikinin ixtirası. 5. Üç təkərli avtomobilin yaradılması. 6. Dörd təkərli avtomobilin meydana çıxması. 7. Müasir tipli Mercedes avtomobilinin hazırlanması. Bu formada biz 2B tapşırığını cavablandıra bilərik. C tapşırığına keçirik. Mətni yazmaqda müəllifin əsas məqsədi nədir? Mətnin giriş və sonluq hissələrini bir daha oxuyun və mövzu ilə bağlı müəllifin mövqeyini müəyyənləşdirin. Giriş və son hissəni oxuyandan sonra müəllifin məqsədini müəyyənləşdirməyə çalışırıq, onu da yazırıq. Bu mətni yazmaqda müəllifin əsas məqsədi avtomobil ixtiraçısının Karl Benz olduğunu sübut etmək idi. Bu formada cavablandırırıq. C bəndi tapşırığı. Sizcə, nə üçün məhz Karl Benz tarixin yaddaşında avtomobil ixtiraçısı kimi qaldı? Siz bunu haqlı sayırsınızmı? C-yə biz cavab variantını bu formada yaza bilərik. Karl Benz daxili yanma mühərriki ilə işləyən avtomobilə patent almışdı. Patent onun bu ixtiranın müəllifi olduğunu təsdiqləməyə kömək etdi. Beləliklə də Benz öz adını həmişəlik tarixə yazdı. Bu həm də yeni imkanlar və kəşflər dövrünün başlanğıcı oldu. C bəndini bu formada cavablandırırıq. D bəndi tapşırığı. Mətndə hansı hissələr izah edici xarakter daşıyır? D bəndini də bu formada yaza bilərik. 1. Buxar mühərriki. 2. Daxil yanma mühərriki. Bu hissələr izah edici xarakter daşıyır. Y tapşırığına baxırıq. Mətndə bəzi məlumatlar haşiyədə verilib. Bunun səbəbini izah edin. Biz Y bəndinin cavabını bu formada yazırıq. Haşiyədə bəzi vacib məlumatlar təqdim edilir. Bu informasiya mətndə verilənləri daha yaxşı qavramaq üçün verilir. Müəllif oxucunun diqqətini çəkmək üçün məlumatları haşiyədə verib. Ümumiyyətlə, haşiyə bir mətnin tərkibində mətnin məzmunu ilə səsləşən, lakin tamamilə ayrı bir yeni süjet xəttində, yeni bir məzmunda olan ifadələrdir. Amma mətnin məzmunu ilə üst-üstə düşməlidir hadisə. Yəni, sən bir hadisəyə başqa bir hadisənin nümunə kimi çəkib haşiyə deyə bilərsən. Yəni, haşiyənin xüsusi işləmə məqamı var. Təbii ki, heç bir əlaqəsi olmayan mətnləri bir-biri ilə bağlı haşiyədə işlətmək olmaz. Y bəndi tapşırığını da bu formada cavablandırırıq. Səhifə 55-in son tapşırığı da qeyd olundu. Kanala abunə olun. Bundan sonraki bütün tapşırıqlar yenə sırayla paylaşılacaq. Sağ olun. Növbəti videolarda, növbəti dərslərimizdə görüşərik. Videolarımızı bəyənin, paylaşın. Rəy hissəsində nəyə aid video istəyirsinizsə onları qeyd edə bilərsiniz. Videolarımızı öz sinif yoldaşlarınızla WhatsApp qruplarında, yəni maksimum paylaşa biləcəyiniz hər yerdə paylaşın. Kanala abunə olmağı unutmayın. Sağ olun, növbəti dərslərimizdə görüşərik.